Allatra Beynəlxalq İctimai Hərəkatının Slovakiya, Çexiya, Ukrayna və Latviyadan olan qadın nümayəndələri 24-26 oktyabr 2025-ci il tarixində Albaniyanın Tirana şəhərində keçirilən Avropa və Yaxın Şərqdə qadın liderliyi üzrə 22-ci illik konfransda iştirak etdilər. Konfransın mövzusu qadın təşəbbüsləri vasitəsilə sülh və inkişaf yolları adlandırılmışdır. Bütün dünya üzrə 30-dan çox ölkədən 150-dən çox iştirakçını birləşdirən tədbir Sülh üçün Qadınlar Federasiyası WFWP Europe and Middle East tərəfindən təşkil olunmuşdur. İştirakçılar arasında siyasətçilər, alimlər, sahibkarlar, ruhani liderlər və müxtəlif təşkilatların könüllüləri var idi. 3 gün ərzində konfrans aşağıdakı mövzularda zəngin müzakirə proqramı təqdim etdi. Bütün bu mövzular müasir dünyanın çağırışlarını əks etdirir və qadınların getdikcə daha mühüm rol oynadığını göstərir. Allatra nümayəndələri planet ekosisteminə, iqlimə və insan sağlamlığına nanoplastikin dağıdıcı təsiri mövzusunda ekspert hesabatları ilə çıxış etmək şərəfinə nail oldular. Onların təqdimatları qlobal məsuliyyət, ekoloji təhsil və ölkələr arasında əməkdaşlığın vacibliyini vurğuladı. Qadın liderliyi sahəsindəki misilsiz xidmətlərinə görə Allatra nümayəndələrinə Qlobal Qadın Sülh Səfiri mükafatı təqdim edildi. Bu, Allatra üçün böyük şərəfdir və bütün iştirakçıları səylərini daha böyük əzmlə davam etdirməyə ruhlandırır. Ətraflı məlumat allatra.org